Əziz müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün MİQ çərçivə sənədinə daxil edilmiş dəhnamə poemasını təhlil edəcəyik. Öncəliklə onlayn dərslərimizə qoşulmaq üçün əlaqə nömrələrimiz 051 ilə 399 64 35-dir. Kanala abunə olmağı unutmursunuz. Növbəti əsərin hansı əsər təhlilini istəyirsinizsə, şərh bölməsinə yazıb qeyd edirsiniz ki, həmin əsər sizlər üçün təhlil olunsun. Belə başlayaq. Şah İsmayıl Xətainin Dəhnamə poemasından. Dəhnamə poeması 1506-cı ildə yazılmışdır. Ümumi məzmunla səsləşməyən hissə var. Bahariyə hissəsidir ki, burada təbiət lirikası, peyzaj lirikası vardır. Burada müxtəlif gül adlarıdır, çiçək adlarıdır, ağac adlarıdır və quş adlarıdır. Bunların adları çəkilir. Bunu da bahariyə hissəsində ayrıca təhlilini vermişik və orada görmüş ola bilərsiniz. Baxaq. Qış getdi, yenə bahar gəldi, gül bitdi və laləzar gəldi. Quşlar qamusu fəğanə düşdü, eşq odu yenə bu cana düşdü. Yer giydi qəbayı xizribşan, yəni yaşıl donunu geyindi. Cümlə dilə gəldi ləbxamışan, sərvin yenə tutdu damənin, sul sərvis toxudu, faxta qoqu. Baxın, bu faxta burada göyərçin cinsindən olan bir quşdur. Qonça dəhəni çəməndə xəndan, gülməkdən ənər açıldı dəndan. Bülbül oxudu sifati hicran, gördünüz bülbülün adını burada, bülbülün adı var. Göyərçinin adı var, faxta. Bir çox çiçək və quş adları var ki, onu da bahariyə hissəsinin təhlilində görmüş ola bilərsiniz. Dəryada dürüldü əbri Nisan. İndi isə biz baxırıq, deməli, aşıqın əhvalı adlanan hissəyə. Aləm qamusu bu dəmdə xoşhal, mən öz işimdə fariğ ol bal. Gah yeridim çuahı dağda, gah axar edim çocuğu bağda. Deyir ki, aləm deyir öz işində, öz halında xoşbəxt idim, mən də deyir öz işimdə idim, gah dağda yeriyirdim, gah bağda yeriyirdim, gah könlüm ilə çəməndə xürrəm, gah həmdəm iləm gəzəndə biğəm, məşuq ilə eşqi tanımazdım, heç kimə könül verim deməzdim. Mən deyir, məşuq ilə eşqi tanımırdım, heç kimə könül verməyə fikirləşmirdim, öz pişəmə, öz işimə qane idim, yəni öz peşəmlə, öz işimlə məşğul idim. Heç kim yox idi ki, ola mane və mənə mane ola biləcək bir kimsə yox idi. Kim desə mənə ki, aşiq oldum, rüsvay dili xəlayiq oldum, əbləh deyib mən gülərdim ona. Deyir, kim mənə desə ki, aşiq oldum, rüsvay dili xəlayiq oldum və mən ona əbləh deyirdim. Deməli, buna aşiq olduğunu bildirənlərə nə deyirdi? Əbləh adlandırırdım. Hər tənə ki var, qılardım ona, hətta deyir, mən onlara tənə eləyirdim. Tənə məzəmmət danlaq deməkdir. Qılardım ona. Bir gün çəmən içrə seyr edirdim, pərvanə misalı teyr edirdim və deyir ki, mən bir gün çəməndə gəzirdim, seyr edirdim, baxırdım, pərvanə misalı teyr edirdim. Bir sayə sərvinazə yetdim, bir ləhsə orada xabə getdim. Mən deyir, bir sərvinaz gördüm və bundan sonra deyir, artıq özümdən getdim. Ruhaniyə ruh qıldı seyran, gəl gör mənə nə qıldı dövran. Necə deyərlər, o sən saydığını say, gör fələk nə sayır. Bizim bu aşıq obrazımızda sevənləri əbləh adlandırırdı, sevməyi ümumiyyətlə düşünmürdü. Lakin deyir ki, gəl gör ki, mənə nə qıldı dövran. Deyir, mən ümumiyyətlə sevməyi düşünmədiyim bir halda, aşıq olmağı düşünmədiyim bir halda, gəl gör zəmanə mənə nə qıldı, yəni həyat mənə neynədi. Göründü gözümə bir pəruru, xoş ləhcə və xoş cəmalı, xoşru, təmizləyək buraları. Aha. Deyir ki, mənim gözümə deməli, xoş ləhcə və xoş cəmalı xoşru çün seyr ilə gəldi mənə yetdi, canı könül aldı beylə getdi. Deyir ki, xoş üzlü bir gözəl gözümə göründü, gözəl üzlü, xoş sözlü bir gözəl gözümə göründü və başlayır indi həmin gözəli təsvir etməyə. Baxaq, deyir ki, xoş ləhcə və xoş cəmalı xoşru. Baxın, qaşları kaman, qaşları kaman, kipri ox, aləm gözü qatdan nərgisi şux. Oldum biməsəl divanə bidar, nə məstünə aqiləm, nə hüşyar. Mən deyir, onu görəndən sonra, mən deyir, ağlım başımdan getdi. Mən deyir, bilmirəm ki, bundan sonra yuxudayam, yoxsa oyağam. Mən deyir, bunu ayırt eləyə bilmirəm. Bilməm özümü ki, xandəyəm mən, ya mürdəmi, yoxsa zindəyəm mən. Uzun gecələr səhər görünməz. Aha, bu qızı görəndən sonra artıq deyir ki, uzun gecələr mənə səhər görünməz.
Zülmətdə mənə qəmər görünməz. Yəni zülmət gecələrimdə qəmər ay deməkdir. Mənə ay görünməz. Bu yola ilahi yoxmu payam? Bax burada tezlərdə istəyər ki, bizdən deməli aşiq kömək istəyirmi, imdad dilirmi? Bəli, istəyir kimdən? İlahidən. Baxın, xitabı gördük burada. Bu yola ilahi yoxmu payam? Bu dərdə ilahi yoxmu dərman? Allah Taala'ya əl açır və deyir ki, bu dərdə dərman yoxdurmu? Biçarə və zar natavanam, mən taqəti qəmi namitavanam. Və deyir ki, ilahi bu yolun sonu yoxdur, bu dərdin dərmanı yoxdur. Artıq deyir, taqətim qalmayıbdır, özümü gücsüz hiss edirəm. Və deməli, baxaq. Aha. Özünün günlərini necə təsvir edir? Yar zülfü təki günüm qaradır. Deyir ki, günüm yarın zülfü kimi, yəni zülf saç deməkdir. Mənim günüm yarın saçları kimi qaradır. Bax, gözəlin biz xarici görünüşünü buradan da görmüş ola bilərik ki, saçları qaradır, yar zülfü təki günüm qarardı, yar ağzı kimi yerim darardı. Yarın ağzı, yəni bu deyir balaca dodaqda, yəni necə gözəl olduğunu, xırda, incə olduğunu nəzərə çatdırmaq üçün burada da yar ağzı kimi yerim darardı. Həm qızın ağzının, dodağının balaca olduğunu görürük burada, həm də özünün yerinin dar olduğunu yarın ağzı ilə müqayisə edir. Yar ağzı kimi yerim darardı. Bilməm necədir kəminə halım, artıq dini gün qəmi məlalım. Artır dini gün qəmi məlalım. Deyir, mənim günlərim yarın saçı kimi qara, yerim onun ağzı kimi dar. Halımdan xəbərim yoxdur və dərdim gündən günə artır. Baxın nə deyir? Artır dini gün qəmi məlalım. Mənim deyir, gündən günə dərdim artır. Yəni azalmaq yerinə artır. Baxaq bundan sonra. Aha. Baxın, bu hissədə biz nəsrlə verilən hissəni görürük. Belə qeyd eləyək ki, bu Xətayin Dəhnamə poeması öz dövrü üçün anlaşıqlı ola bilər. Yəni öz dövründə ərəb fars sözlərini insanlar başa düşürdülər və onlar üçün anlaşıqlı idi. Lakin bizim üçün bu anlaşıqlı bir əsər deyil. Niyə? Çünki bizim dövrümüzdə həmin bu sözlərin başa düşülməsi mümkün deyil. Çünki zamanın ərəb fars sözləri dilimizdən çıxmış və istər milli sözlərimizdən, istərsə də Rus Avropa sözləri ilə əvəz olunduğundan bu sözlər bizim üçün anlaşıqlı deyil. Ümumilikdə bizə sual versə ki, bu əsər bizim dövrümüz üçün anlaşıqlıdırmı? Xeyr, heç də anlaşıqlı deyil. Bizim dövrümüz üçün anlaşıqlı olan əsərlərdə, məsələn, biz Molla Pənah Vaqifin əsərlərini deyə bilərik ki, orada anlaşıqlı idi. Düzdür, ərəb fars sözləri var idi, azlıq təşkil edirdi, lakin amma ümumiyyətlə isə ümumi məzmun anlaşılırdı. Burada isə ümumi məzmun anlaşıqlı olmadığından, baxın, burada nəsr hissəsində bizə verildi, biz belə deyək, əsərin nəsr hissəsi bizim üçün verilmişdir ki, onu başa düşək və keçək növbəti hissəyə. Aha, deməli, ümumi bir dənə yekunlaşdırma verək. Bu aşiq sevənləri əbləh adlandıran, yəni ağılsız adlandıran bir aşiq idi. Deməli, buradan da əbləh nəymiş? Əbləh ağılsız deməkmiş. Ağılsız, yəni ağıl olmayan, o sevənləri ağılsız adlandırırmış və deyir ki, gəl gör, dövrən mənə neynədi? Mən deyir, onları ağılsız adlandırdığım yerdə özüm də elə işqə düşdüm. Baxaq görək, indi bu aşiq neynir? Birinci məktubu Səbanın məşuqun yanına getməz. Birinci məktub Səbanın məşuqun yanına getməsi hissəsinə baxırıq. Gəldi və əlimdən aldı məktub. Gəlib əlimdən məktubu alan kim idi? Səba idi. Əzm etdi yeridi suyu məhbub. Gah dağ üzəsti, gahi daşda, gah xuş güzəsti, gahi yaşda. Sürdü qatı atın ol vəfadar. Aha. Testlərdə bizim tez-tez gördüyümüz sürdü atın, sürdü qatı atın ol vəfadar kim idi? Səba idi. Bu kimin dilindən verilir? Elə aşiqin dilindən verilir. Ol bağa irişdi qandadır yar. Gördü ki, bir adlı şah imiş. Gedir baxır, görür ki, bu qız nəymiş? Bir adlı sanlı şah imiş. Nə yerdə fələkdə mah imiş. Ol Gülşəndə Bülənd otağı. Aha, bunu sizə bu formada qeyd edim ki, baxın, bu məşuqənin olduğu yer necə bir yer imiş. Gülşəndə Bülənd otağı var imiş. Səncərlə Salatın ona divan, qarşıda durur Mələk Yasavul. Aha, Gülşəndə Bülənd otağı var, qarşısında Mələk Yasavul durur. Hər kimi görür, edir ki, savul tutmuş yüzü birlə nur bağı, eyvanda, eyvan fələkdədir otağı. Bax, bu məşuqənin olduğu yer Bülənd otağı var. Səncərlə Salatın onun qarşısında, Səncərlə Salatın ona divandır. Ana divan deyir, qarşısında Mələk Yasavul durur. Eyvanda, eyvan fələkdədir otağı. Çün gördü ana Səbayı miskin, çəkdi cilovunu, oldu qəmgin. Aha, qəmgin olur Səba. Niyə? Fikirləşir ki, mən aşiqdən bu xəbəri gətirmişəm məşuqəyə, doğrudur. Mən onu necə çatdıracam deyir. Eyni zamanda
Bədbin olmasına bir səbəb də var. Baxın burada. Xudbini cəmal-i hüsnə məğrur. Görür ki, bu məşuqa məğrur birisidir, xudbin birisidir, özündən razı, özündən başqa heç kəsi bəyənməyən birisidir. Və ona görə də Səba bir növ qəmginləşir. Və bir şey də sizə qeyd edeyim ki, məsələn, ardıcıllıq salar testlərdə. Əgər testlərdə ardıcıllıq salsa ki, Səba bağbanı görür, sonra məşuqəni görür, məşuqə barəsində məlumatlı olur, yanlış götürəcəksiniz. Niyə? Çünki biz dedik ki, o bağa çatır, məşuqəni görür əslində. Qəmgin olur ki, mən necə gedib ona deyəcəm sözümü. Bundan sonra bağban ona yaxınlaşır. Bax, həmin hissəyə diqqət yetirərsiniz. Necə varım indi həzrətinə, tarixə ərzə xidmətinə özünə sual verir ki, mən deyir, necə gedim onun həzrətinə çatım, xidmətinə çatım. Durmuşdu Səba qılıb təfəkkür, barmağını dişləyib az təhəyyür. Oturdu Səba və ol yeridi, nagah önünə çü gəldi bir pir. Aha. Və barmağını dişləyir ki, mən neyniyim? Önünə bir pir gəlir. Xoş şəkli şəmail özü dilgir. Yanına gəlib Səba rəvani söylədi ana sözün nihanı. Sordu ana kim Səba mısan sən? Eşq əhlinə aşina mısan sən? Eşq əhlinə aşina deyə Səbaya kim dedi? Bağban dedi. Aha. Baxın burada sizə belə bir şey deyim. Birinci onu vəfadar adlandırdı kim? Vəfadar adlandıran aşiq idi. Bax, bunu qeydlər şəklində götürün. Eşq əhlinə aşina adlandıran bağban idi. Kim aşiqi xəstədən gəlirsən, bir də aşiqi xəstə adlandıran kim idi? Bunu fərqli rənglərdə verirəm ki, diqqətinizi çəksin. Aşiqi xəstə adlandıran kim idi? Bağban idi. Deyir ki, aşiqi xəstədən gəlirsən, xəstə aşiqin yanından gəlirsən, yəni sən. Halından onun xəbər bilirsən, onun halından xəbər bilirsən. Aydır ki, bəli, Səba mənəmdir. O da qayıdıb deyir ki, bəli, Səba mənəm. Aha. Sözüm yetirim xani sənəmdir. Aydır ki, mənəm ol ey xoşavaz, ölmüşlər üçün Məsihi dəmsaz. Ölmüşlər üçün Məsihi dəmsazı kim dedi? Mən deyir Səbayəm, ölmüşlər üçün Məsihi dəmsazam. Ölmüşlər üçün Məsihi dəmsaz sözünü Səba özü özünə deyir. Deməli, Səbanı üç cür adlandıranı gördük burada. Birincisi vəfadar adlandırdı aşiq, ikincisi eşq əhlinə aşina adlandırdı bağban və ölmüşlər üçün Məsihi dəmsaz adlandırdı özü özünü. Mən dəxi nigarə bağbanam, aşiqlərə yar mehribanam. Aşiqlərə yar mehriban olan kim idi? Bəs bağban idi. O da qayıdır deyir ki, mən də bağbanam, aşiqlərə yar mehribanam. Mən demişdim sana ki, gəlsin. Deməli, Səbanın gəlməyini kim deyibdi? Bağban. Deyir, mən demişdim gəlsin. Məşuqə nə deyir sözünü bilsin. Məşuqənin nə dediyini və sözünü bilməkdir. Mən demişdim. Oldur oturur otaq içində. Sən bir dəm otur bu bağ içində. Deyir o otaq içində oturubdu. Sən burada dur deyir. Mən varayım ol nigar qatına, ol dilbəri gülüzar qatına. Könlün görəyim neçikdir anın. Sözün deməyə ona tavanın. Qıldım aluban nəzər bir məktub. Söz deməyə fürsət istər idi. Qulluğa erişdi durdu birdən. Könlünü aradı gördü xürrəm. Deyir ki, sən dur bu bağın içində, mən gedim görüm onun vəziyyəti necədir. Əgər yaxşıdırsa, mən ona açım deyir, hər şeyi deyim. Və bundan sonra gedir görür ki, xürrəmdir. Xürrəm nə idi? Şad idi, xoşbəxt bir vəziyyətdədir. Gedir görür ki, məşuqə xəndan çəmən içrə tazə gül tək, boynu surahi dodağı mül tək. Aha. Baxın, deməli müəllimlər, bax burada deyir ki, boynu sürahim. Bu boynu sürahi ifadəsini biz bir də harda görürdük? Boynu sürahidir bədənin billur, gərdənin çəkilmiş minadan pəri. Harda gördük? Elə bu biri pəriliyim. Pəri qoşmasında görürük. Molla Pənah Vaqifin. Aha. Buranı təmizləyim. Niyə? Çünki bu gözəlin təsvirini görəcəyik. Onun boynu sürahidir. Dodağı mültək, aydır ki, deyim sözüm məhəldir. Könlü fərəhi dəmi gözəldir. Bir qatla özünə eylədi fərz, bəs qıldı nigarə sözləri ərz. Aydır ki, əya dəma fitabi. Bir söz desəm eyləmə itabi. Yəni, bax, bir dəqiqə bunu sizə deyim mən. Çünki bu hissədən geri qayıtmaq istəmirəm. Bu gözəlin təsvirini necə mən sizə deyim. Boynu sürahidir, dodağı mültək. Bax, qaşları kaman. Kirpiyi ox. Sonra zülfü qara.
Siz bunları qeyd götürəsiz. Ağzı dar, boynu da sürahiyə bənzədilir. Aha, təmizləyək indi buranı qeyd götürdünüz yəqin ki. Aha. Aha. Deyir ki, Qıldım Aluban nəzər bir məktub. Baxın burada. Bax, bunu görürsünüz. Siz fikirləşəcəksiniz ki, məşuqəyə gedib məktubun içərisini Səbadeyev də onun qarşısına çıxanda, amma belə deyil. Gör nə deyir, Qıldım Aluban nəzər bir məktub. Mən deyir, məktubu əlimə aldım və deyir, onun içərisini oxudum, nəzər yetirdim. Baxın bu nəzər sözünə. Məktubu oxuyan kim idi? Bağban idi. Və deyir, bundan sonra söz deməyə fürsət istər idi, qulluğa erişdi, durdu birdəm, könlünü aradı, gördü, xürrəm. Xəndan çəmən içrə tazə gül tək, boynu sırahi dodağı mültək. Aydır ki, deyim sözü məhəldir, könlü fərəhi dəmi gözəldir. Deyir, mən sözümü dedim ki, gördüm ki, deyir, xoşbəxt bir haldadır və dəmi gözəldir, başlayım, deyir, mən ona hər şey dedim. Bir qatla özünə eylədi fərz, bəs qıldı nigarə sözləri ərz. Başlayır, deyir, məşuqəyə sözləri demək. Aydır ki, əya dəma fitabı, bir söz desə meyləmə itabı. İtab da anlamaqdır. Mən deyir, sənə bir söz deyəcəm, məşuqəyə deyir. Sən amma məni də anlama. Bir qasidi xəstə halı gördüm. Deyir ki, mən bir qasidi. Bax, aşiqi xəstədən gəlirsən deyirdi Bağban aşiq barəsində. Qasidi xəstə deyirdi Səba barəsində. Bax, bunları qeyd götürün. Qasidi xəstə, qasid elçi deməkdir də. Aşiqi xəstə aşiq idi. Mən deyir, bir xəstə qasid gördüm. Yox, gəlməyə heç məcalı gördüm. Deyir, onun gəlməyə macalı yox idi. Gəlməz yavağa həzər qılır o, dərgah sarı nəzər qılır o. Vardım yanına, dedim, nə kəssən? Deyir, o gəlməyə onun halı yox idi. Mən deyir, onun yanına vardım, gedib çatdım deməkdir. Mən deyir, onun yanına getdim, çatdım. Dedim, sən kimsən? Kim əhli səfər zəbun fərəssəm. Gördüm yazılı kəlam bir məktub. Deyir, mən gördüm ki, onun əlində yazılı kəlam var idi. Yazılmış, əya əmiri xuban, dərd ilə ölürəm eylə dərman. Deyir, aldım, baxdım ki, məktubda yazılıbdır ki, dərd ilə ölürəm dərman ilə. Mən dərddən ölürəm, mənə dərman ilə. Oldum qəm ilə belim xəmidə. Qəmdən deyir, mən belim əyilibdir, xəmidə. Əyilmək deməkdir. Təmizləyək bu hissələri, baxaq. Aha, dərgah sarı nəzər qılır o. Aha, buraları demişdik. Aha, oldu qəm ilə belim xəmidə, rəhm ilə mənə ey nuri didə. Deyir, nuri didə göz deməkdir. Deyir, gözlərim, nuri didə, bircə dəqiqə, gözümün ışığı deməkdir. Deyir, gözümün ışığı mənə rəhm elə. Ol dəm ki, mən ol cəmalı gördüm, gözümdən özümünü xali gördüm. Deyir, səni görəndən sonra özümdən xəbərim yoxdur. Bir əqli kəlamı xoş buldum, yüz dərdi bəlaya tuş buldum. Mən deyir, səni görəndən sonra yəni özümdən uzaq düşmüşəm, ağlımı kəmalımı itirmişəm, dərdə düşmüşəm. Mən deyir, biəqli kəlamı huş buldum, yüz dərdə bəlaya tuş buldum. Yəni yüz dərdə düşdüm. Çox oldu könüldə fikri fasid, qıldım bu yola Səbanı qasid. Mən deyir, çox fikirləşdim və bundan sonra deyir, Səbanı özümə qasid seçdim. Öz halımı ərşu faş qıldım, yaşımla bitkini yaş qıldım. Bu vəc ilə halım etdim əlam, şəhərlərdən oldu gədaya ənam. Bax, gədanı burada kim deyir? Gədanı aşiq özü özünə demişdi. Amma gəda ifadəsini məktubun içərisində yazmışdı aşiq. Və məktubun içərisindən də bunu məşuqəyə gəlib deyən Bağban idi, Səba deyildi. Və deyir ki, Səbanı özümə qasid seçdim, öz halımı ona danışdım. İndi gəda, yəni şahdan bəxşiş gözləyir. Gəda şahdan bəxşiş gözləyir deyəndə şah burada məşuqə idi, gəda da aşiq idi. Deyir, mən səndən bəxşiş gözləyirəm. Yəni ki, sən mənə bir bəxşiş deyəndə, yəni mənim eşqimə bir qarşılıq ver demək istəyir burada. Aha. Baxın, burada yenə nəsr hissəsi verilmişdir bu hissədə. Buranda oxuyursunuz, lakin əsas təhlilə fikir verin ki, testlərdə siz nə istəyəcək, həmin məqamlara toxunmuşam. Məşuqənin sözü eşidib Bağbanı və Səbanı danlaması. Dedik ki, Bağban bunun yanına gələrkən demişdi məni itabı, yəni məni danlamaqla sənə söz deyəcəm. İndi baxaq görək Məşuqə bu sözləri eşitdikdən sonra nə deyir? Eşitdi bu sözü çün pərürü, aydır nə söz idi söylədim bu. Bunu eşidir və deyir ki, sən nə sözdür bu deyir, mənə deyirsən. Sən bilməmsən ki, mən nəşuxəm, huri həşəməm, mələk süpahəm. Sən bilməmsən ki, mən nəşuxəm, kirpi, qaşı yay ilə oxəm. Ol bilməz isə də sən bilirsən, bu həsrəti bəs nədən qılırsan?
Bax, kiprik, qaşı, yay ilə ox bunu özü barəsində. Məşuqənin özü barəsində işlətdiyi ifadələrdir. Ol bilməzsə də sən bilirsən, deyir, o bilməsə də sən bilirsən. Bu həsrəti bəs nədən qılırsan? Var gil degil ol Rəsula gəlsin, deyir, ged onun yanına, deyir ki, mənim huzuruma gəlsin. Rəsul huzur deməkdir. Mənim eytən deyir, var, ged onun yanına, deyir ki, mənim huzuruma gəlsin. Kimdir görəyim gəlir buradan, vaqif olayım bu macəradan. Deyir, görüm kimdir o gəlir. Vaqif olum, yəni xəbərdar olun. Allaha səba qılıb təvəkkül, yeridi rəvani bir təəllül, görsətdi səlamı izzü ikram, istərdi kəlamın edə eylam, öpdü ədəb ilə asitanı, ol sərvir şəhüccü gördü anı. Səba gəlir və deyir, öpür asitan qapının kənarına və sordu, nə gərək hərzə mərzə, kim dedi sana ki, gəl bu mərzə? Yırtdı əlindən alıb kitabın, saydı yüzünə uyi babın, eybini varın şumar qıldı, gül yüzlü səbanı xar qıldı. Bax, burada məşuqəm, bax, məktubun içərisində oxuyub danışan bağban idi. Diqqətlə bu qeydləri götürürsünüz. Məktubun içərisində oxuyan və onu gəlib məşuqəyə danışan bağban idi. Amma əlində məktub, deməli, bağban bunu oxuyur, qaytarır Səbaya ki, Səba əlində məktub gəlir məşuqənin huzuruna və o məktubu alır, cırır məşuqə və danlayır bunu. Onu xar edir, yəni danlayır. Xar qıldı, acı sözlər dedi ona. Məşuqə bu sözləri dedi ki, eşidir, əsəbləşir və deyir, bilmirsən deyir, sən deyir, bilmirsən mənim şah olduğum, pərlərin qulluqçum, mələklərin qoruyucum olduğunu. Səbanın əlindəki də məktubu alır və danlayır onu. Bundan sonra ikinci məktuba baxırıq. Səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi. Bundan sonra artıq Səbanı danladı. Səba məşuqənin bu sözlərindən sonra gəlir aşiqin yanına. Təbii ki, üzgün bir halda geri qayıdır və fikirləşir ki, mən gidib ona nə deyəcəm. İndi isə baxaq, qayıtdı Səba zidərgəhi şah, qəmnaki mələl düşdü bərrah. Deri kim necə varım ol fəqirə biçarə və xəstə dil həqirə. Baxın, burada dedik ki, xəstə aşiq adlandırmışdı, bağban aşiqi. Burada nə deyir? Biçarə və xəstə həqirə. Xəstə həqirə. Deyir, mən gedim o yazığa necə deyim? Dəxi, nə 100 ilə varım, anda. Mən deyir, hansı üzlə gedim? Baxın bu hissəyə, onun yanına. Ümidlə qasid etdim onda. Deyir, o məni ümidlə qasid elçi eləyibdir. Yuxanda necə varım cavabı, göndərdi itab ilə xitabı. Deyir, mən necə deyim ki, o sənə, mən deyir, söydü, danladı, mənə danlaq məzəmmət göndərdiyin, deyir, ona necə gedim deyim. Çün yetdi dedim ki, nikuxa, halın necədir ki, necədir zi zəhməti rah. Bax, buradan aşiq məşuqənin yanına elçi göndərdiyi Səbanın qayıdışından sonra ən birinci ondan məşuqəni soruşmur. Ən birinci o Səbanın halını soruşur. Deyir, halın necədir? Zəhməti rah. Yəni, mənim zəhmətimi çəkən insan, sənin halın necədir? Həm söylə nigar sağ əsənmi? İkinci nigarı soruşur. Məşuqəni ikinci soruşur. Deyir, sağdır. Deyir, kimdir ol xəsisi kəmtər? Onu xəsis adlandırır. Ol fitnəli yar. Sağ əsənmi? Deməli, onu fərqli rəngdə edəcəm, diqqətinizi cəlb etsin. Baxın, burada onu xəsis adlandırır. Aşiq məşuqəni xəsis adlandırır, fitnəli yar adlandırır. Deyir ki, sağdır, əsəndir ol pəri, səndən bəli eləmiş bərir o. Əhvalın ana ərzə qıldım, ərzinə yetirməkini bildim. Xışmetdi hamanda dəm əz səri naz, çox ərbədə naz qıldı ağaz. Deyir, mən getdim sən vəziyyətini ona dedim, amma neynədi? Yırtdı alıban yazan kitabı. Sənin deyir, yazdığı məktubu cırdı. Biş etdi, itab ilə xitab məni danladı və məzəmmət elədi. Qıldı məni xəstəni məlahət, məni xəstə məlamət. Bax, burada məni xəstə məlamət deyilən Səba öz-özünü nəzərdə tutur. Bu məqama çox xahiş edirəm, diqqət yetirin. Başımı qopardı 100 qiyamət. Başımda deyir, 100 qiyamət qopardı. Fəryadı fəqani zarə düşdü. Öydü özünü qılıb mükərrər, dilim onu eşitdi, nərə düşdü, yaş etdi ümid evini parə, söydüm yenə mən bəxtinə nabəkarə. Və Səba bu xəbəri təbii ki, aşiqə çatdırandan sonra aşiq çox pis olur və eşidib odlanır, fəryad eləyir və başlayır bəxtindən şikayətlənməyə. Təbii ki, bu təhlil hissəsini özünüzdə oxuyacaqsınız, bilirsiniz burada nələr gedir. Əsas hissə bizə deməli, onun məzmunu idi ki, tam məzmun qavranılsın və testlərdə qarşınıza çıxan sualları tam anlaya bilin deyə.
məktubu kimin aparması, məktubun məzmununu kimin danışması, deməli burada məşuqənin o belə deyək xarici görünüşünə necə təsvir olunmasıdır, digər məqamlardır. Əsas bunu sizlər üçün aydınlaşdırmağa çalışdıq. Təbii ki, bu təhlil hissəsini özünüzdə oxuyacaqsınız. Bunlar forma xüsusiyyətləridir. Yəni hər dəfə də çox xahiş edirəm, təhlil hissəsini oxuyun ki, sizlər üçün aydın olsun müəllifin əsas çatdırmaq istədikləri. Yəni təhlil hissəsində baxdıqdan sonra bir daha sizlər üçün aydınlaşacaqdır. Və ümumi olaraq deməli dedik ki, 10 məktubdur. 1, 2, 3, 10-cu məktublar səba vasitəsilə çatdırılır. Deməli 4-cü, 5-ci məktublar huş vasitəsilə, 6-cı məktub A hərfi ilə yada saxlayın, ah vasitəsilə, 7, 8 isə 7, 8, 9-cu məktublar isə göz yaşı vasitəsilə çatdırılır. Belə ümidvaram ki, sizlər üçün faydalı olacaq.